İxlasın əsas amillərindən biridir. Riyanın əsas amillərindən biri budur ki, insan başqalarına çox diqqət eləməyə başlayır. Təşviqlə, tənqidlə hərəkət eləyir. Adam var ki, görürsən ki, o qədər azadlığını itirib ki, biri tərifləyən kimi həvəslənir, enerjisini tərifdən alır. Var belə insanlar. Çoxumuz beləyik, var belə insanlar yox. Çoxumuz beləyik. Boynumuza alsaq da, almasaq da. Hadi deyək ki, belə deyil. Özümüzü niyə alladırıq? Biri bizi tərifləyəndə həvəslənir bir xeyir işi görməyə. Biri bizi tənqid eləyəndə, yaxşılığımızın qədrini bilməyəndə məyus olub narahat oluruq. Hədis var, buyurur bir şəhərdə yaşayasan ki, orada 1000 nəfər adam yaşayır və yaxud ondan da çox. 1000 nəfər minimum və yaxud ondan da çox. Hamısı sənə pis desə, bu adamların hamısı, bu pis deməkdən narahat olsan bizdən deyilsən. Və yaxud da buyurur 1000 nəfər və ya ondan artıq əhalisi olan bir yerdə yaşayırsan, hamısı sənə yaxşı desə, ondan sevinsən yenə bizdən deyilsən. Bu cəmaatın sözü sənin üçün önəmlidirsə, deməli azad adam deyilsən, asıl insansan. Cəmaatın rəyi səni zəlil eləyir, səni belə deyək, zəncirləyir. Bunun üçün gərək insan məşq eləsin. Birinə yaxşılıq eləyirsən, görürsən qədrini bilmir. Məyus olanda özünü özü edirən ki, bu səhvdir mənim məyus olmağım. Özü daha həvəslə ona yaxşılıq eləməyə vadar elə, yenə növbəti dəfə. Demə, bu nankör adamdır. O adamlar ancaq yaxşılıq eləyək ki, mənə çox sağ ol deyirlər. Düzdür, o Allaha cavabını verəcək. Nankörlük pis xüsusiyyətdir. O Allaha öz cavabını verəcək. Çünki deyir, kim cəmaata təşəkkür eləmirsə, Allaha da şükür eləyə bilməz o insan. O öz yerində. Amma sənə aidiyyəti yoxdur. Sənin öz hesabın var Allahla. Sən gördün ki, səni yaxşılığı bilmir, daha da özü məcbur elə həvəslə ona yaxşılıq eləməkdə davam eləyəsən. Bunlar hamısı ruh üçün məşqlərdir. Quranda buyurur, Əlləzi xələqəl məvtə vəl həyat liyəbluvəkum əyyukum əhsənu əmələ. Allah sizi yaradıb ki, imtihana çəksin. Hansınız daha yaxşı əməl sahibisiz? İmam Cəfər Sadiq əleyhissalam buyurdu ki, görürsünüz Allah demir, sizi yaratdı, imtihan eləsin, görək hansınız çox əməl eləyirsiniz. Söhbət burada əməlin yaxşılığından, yəni keyfiyyətindən gedir. Və yaxşı əməl hansı əməldir? O əməldir ki, iki xüsusiyyəti olsun. Bir, Allah qorxusu ilə o işi görəsən. Yəni Allahın qorxusu olsun o əməldə, hər hansı bir əməl eləyəndə təqva olsun. İkincisi də xalis niyyət olsun, Allah üçün olsun.